Salam, dəyərli yayınlar, sınaq 6, 4-cü sinif riyaziyyat və məntiq suallarının doğru cavablarına baxırıq. 21-ci sualda fərqi tapın. Deməli, 10-dan 2 çıxsa, 8 çıxsaq 2, 11-dən 5 çıxsaq 6, 10-dan 7 çıxsaq 3, deməli 3. Daha sonra 9-dan 2 çıxsaq 7, burada isə qalmış 4. Deməli 47362. Doğru cavabımız olar B variantı. Baxaq daha sonra deməli 22-ci suala. 1289 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda A və 2598 ədədini isə minliklərə qədər yuvarlaqlaşdırdıqda B alınır. A plus B cəmini tapın. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, təkli yoğunluq yüzlük. Yüzlüyü 2 olduğuna görə 2-dən sonra 8 gəlir, olur 1300. Bu oldu A ədədi. 2598-i minliklərə. Minlik deməli 2 olduğuna görə bu da olur. B də bərabərdir olacaq 3000. A plus B cəmini soruşur. 4300. Doğru cavabımız C variantı. 23-cü sualda bərabər 4 olarsa, deməli 2576 vurulsun 4 çıxılsın 5372-ni tapın. Əvvəlcə 2576-nı vurmalıyıq 4-ə. Deməli 4 dəfə 6 24, 4 yazacaq 2 yadda 28, 2 də yadda 30, 0 yazacaq 3 yadda 20, 3, 2 də yadda, deməli 4 dəfə 2 8 10. 10304. 10304-dən çıxmalıyıq 5372-ni. Deməli 2, 3, 9, 4. 4932. Doğru cavabımız olar A variantı. 24-cü sualda deməli 202-yə vursaq eləyər 400 bərabərdir 50 vurulsun x-ə. 50-ni nəyə vursaq x bərabərdir təbii ki 400 bölünsün 50. X bərabərdir 8. Doğru cavabımız C variantı. 25-ci sualda deməli birinci mötərizənin içərisini həll etməmiz lazımdır. 3254 çıxılsın 1562. Deməli 2, 15-dən 6 9, 11-dən 5 6, 2-dən 1 1. Daha sonra bunu bölməliyik 3-ə. Deməli düşər 5 dəfə 15, burada 1, 19-da 6 dəfə 4, 564. Doğru cavabımız A variantı. Burada isə C variantı, burada A variantı, C variantı, burada isə B variantı. Bu formada. Baxaq 26-cı sualda. Aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? Rəqəmləri cəmi 9-a bölünməsi lazımdır. Deməli 8, 15, 24 ilə A variantında 9-a bölünür. 27-ci sualda Nəriman 4 kiloqram alma və 3 kiloqram armud alaraq satıcıya 27 manat verdi. 1 kiloqram alma 3 manat olarsa, deməli 1 kiloqram alma 3 manat olarsa 4 kiloqram alır. 4-ü 3-ə vursaq 12 manat. 12 manat 3 kiloqram armud. Cəmi 27 manat pul verib. Yəni 27 çıxılsın 12 bərabərdir 15. 15 manat pulu qalır. 15-i də bölməliyik yenidən 3-ə. Bu da bərabərdir 5 manat. Deməli 1 kiloqram armud neçə manatdır? D variantı. 5 manat. Tənliyindən x-i tapın. X plus 76 bərabərdir 105. X bərabərdir 105 çıxılsın 76. X bərabərdir deməli olar 30. 105-dən çıxsa 15-dən 6. Deməli olar 9. 29. Doğru cavabımız olar A variantı. 29-da hasili tapın. Deməli 4 dəfə 8 32. Buradan kənardan yazıram. 274 vurulsun 108. 8 dəfə 4 32. 2 yazaq 3 yadda 56, 59. 9 yazaq 5 yadda 16, 5 də yadda 21. Deməli 0 0 0. Buradan isə
274. 4. Bunları toplasaq deməli 2, 9, 5, 9, 2. 29592. Doğru cavab A variantı. Yük maşının 595 kilometr yolu saatdə 85 kilometr sürətlə neçə saata gedər? Deməli 595-i bölməliyik 85-ə. Bu da bərabərdir. Deməli düşər 7 dəfə. Doğru cavab B variantı. 31. Tut ağacının hündürlüyü boyu 135 cm olan gilas ağacının 7 mislindən 15 cm çoxdur. Tut ağacının hündürlüyü neçə santimetrdir? Deməli, tut ağacının hündürlüyü boyu 135 cm olan gilas ağacının 7 mislindən, yəni vurulsun 7, üzərinə gəlinsin, mötərizə itə çox idi. Vurulsun 7 üzərinə gəlinsin 15. Bu da bərabərdir. 7 dəfə 5. 5 yazar 3 yadda, 21 3 yadda, 24 4 yazar 2 yadda, 945 üzərinə gəlsin 15. Bu da bərabərdir 960. Doğru cavabımız B variantı. 32. Satıcı 32 ədəd köynəyin hər birini 28 manata satdı. O bu satışdan neçə manat pul aldı? Deməli 32-ni vurmalıyıq 28-ə. 32 vurulsun 28. 8 dəfə 2 16 6 yazaq. Bir yadda 24, bir yadda 25. 2 64. 6 9 8 896. Doğru cavabımız olar A variantı. 4 bucaqlı piramidanın neçə üzü var? 5 üzü var. C variantı. Aşağıdakı figurlardan hansı simmetriya oxu yoxdur? Simmetriya oxu olmayan C variantı. Baxın, bunun heç bir halda simmetriya oxu olmur. 35 diametri 6 cm olan çevrənin radiusunu tapın. Deməli, radius bərabərdir diametrin yarısı. Yəni, D bölünsün 2. Bu da bərabərdir 6 bölü 2, 3 cm. Doğru cavabımız A variantı. 105 dərəcəli bucaq necə adlanır? 105 dərəcəli bucaq 90-dan böyük, 180-dən kiçik olduğuna görə kör bucaq. C variantı. Şəkildə bucaq AOD 32. Burada isə 90 dərəcədir. Bizdən nəyi soruşur? Bucaq AOB-ni soruşursa 122. B variantı. Daha sonra baxaq 38. Koordinat şəbəkəsində verilmiş nöqtənin koordinatlarını müəyyən edin. İlk öncə x-ini tapırıq. Olur 7. Y isə 5. Deməli oldu 7 5. 7 5 D variantı. 39. Koordinat oxunda A nöqtəsindən 4 vahid sağa, 4 vahid sağa deməli 1 2 3 4. 3 vahid yuxarı olan nöqtənin koordinatını tapın. 3 vahid yuxarı 1 2 3. Bura. Deməli olacaq x-i 6, y-i 9. B variantı. 40-cı sual. Nöqtə y oxu üzərindəki 2-nin üzərində yerləşir. Bu nöqtənin koordinatlarını tapın. Y oxunun üzərində isə x 0-dır. O zaman C variantı. İsə baxaq məntiq suallarının doğru cavablarına. Deməli 41-ci sualda doğru cavabımız olar A variantı. 26. 42-ci sualda doğru cavabımız olacaq D variantı. 43-də deməli B variantı. 44-də olacaq D variantı. 45. 45-də olacaq 67 C variantı. 46-da D variantı. 47-də olacaq pomidor A variantı. 48-də olacaq deməli armud ayı C variantı. 49-da doğru cavab olacaq D variantı 64 və 50-ci sualda olacaq
A variantı. Bu qədər. Sağ olun, hər birinizə uğurlar.